Bu xəbəri Azərbaycanda hər kəs bilməlidir. Paylaşaq, hər kəsin xəbəri olsun. Deməli, onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün bu qaydalara diqqət yetirməyiniz tövsiyə olunur. Polisin yaydığı məlumatı nəzərinizə çatdırıram və xahiş edirəm ki, WhatsApp vasitəsilə hər kəsin diqqətinə çatdırasınız. 1. Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etməyin. Ünvan hissəsində kilit işarəsi və ya HTTPS olmayan veb saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin. Kart məlumatlarınızı veb saytların və brauzerlərin yaddaşında saxlamayın. Bu vacib məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkələr vasitəsilə insanlara müraciətində bildirib. Mən də sizdən xahiş edirəm, paylaşaq, hər kəsin xəbəri olsun. İctimai Wi-Fi-lardan istifadə etməyin onlayn alış-veriş zamanı.